gözləmirəm. Bu müharibədə Cənub türklərinə heç nə yoxdur. Niyə gözləmirəm? Olsa Kürdlərə var. Kürd dövləti yaratmaq istəyirlər. Birincisi, Kürdistan coğrafi baxımından... Gözləmirəm deməkdir ki, Cənubi Azərbaycanda milli şuur yaranmayıbdır, İrani mədəniyyətin təsirindədir, elə mi deyirsiniz? Yox, o ayrı söhbət. Yox, niyə gözləmirsiniz? Çünki bu... Aləm bir dağılır, müharibəni başlayanların hədəfləri var da. Onlar burada Cənubi Azərbaycan müstəqil dövlətin yaranması bunların planında yoxdur. Bunu hamı da bilir, dünya da bilir. Deməli, şey onların planında yoxdur. Burada ancaq Kürdistan yaratmaq var. Gündəmdə Kürdistan var. İki məqsədlə önemli. Birinci odur ki, İsrail bölgədə yaratdığı, Amerikanın yaratdığı Kürdistan bunun təbii müttəfiqi olur, dayağı olur da. Yəni, bu Kürdistan yaradılsa mövcudluğuna görə İsrail'e və Amerika borçlu olacaq. Nazır müəllim, ona görə bunu təbii müttəfiq olur. Təbii müttəfiq olur. O bir tərəfdən də bu böyük Orta Doğu layihəsinin də əsas məqsədi İsrailin, o böyük İsrail yaratmaq için Sahib bəy bunları yaxşı bilir. Bunun üçün də böyük İsrail'in, Türkiye'nin arazisi düşür, İordaniyanın, İraqın, Suriyanın arazisindən düşür, Misirin arazisindən düşür. Ona görə də burada dövlətlərin hamısının gücü zəiflədilməlidir. Bu planın tərkib hissəsi olan 4 əsas dövlət vardır. İraq, Suriya, İran, Türkiye. Suriya ilə, İraqla məsələ aydındır aşağı yuxarı. Qalır İranla Türkiye. İndi ona görə bunları da zəiflətmək lazımdır. Parçalamaq lazımdır. Həm Kürdistan deyilən ərazi bunlardan... Türkiye'nin Cənub-Şərq 6 vilayəti Kürdistan sayılır. 6 vilayət Cənub-Şərqindadır. İranın da şimal-qərbi. Bunlar qoparılmır. Həm Türkiye ilə zəiflədir, həm də bir Kürdistan yaradılır ki, böyük İsrailin dayağı olsun, müttəfiqi olsun. Ona görə də, bax, burada qopan həngamaların hamısı İsrailin bu böyük İsrail yaratmaq planıdır. Amerikanın dediyim kimi 2 məqsədi var. Həm oradakı neftə zənginliklər, hətta İranın neftlə müqabilində tamaşaçılar bilsin deyirəm ki, Xorasan tərəflərdə İranın həddindən artıq böyük nadir torpaq elementləri, deməli, yataqları var. Məsələn, qızılı var, uranı var, misi var, çox zəngin yataqları var. Amerika bunlara sahiblənmək istəyir və həm də Çinin atmaqda olan yüksəlişin qarşısını almaq istəyir, mane olmaq istəyir. Ona görə bu müharibənin... Nazım əmi, İranın gücü nədədir ki, bax bu cür Amerikaya siz deyən kimi qalib gələcək. İranın gücü nədədir, onu bir deyin, bilək. Texnologiyada geri qalır. Gücü nədədir ki, qalib gələcək? İranın gücü birinci, bax o, raket texnologiyasındadır. Hipersonik raketlər saatda 20.000 kilometrdən çox sürətlə uçur və bunu hətta Hindistan yaxınlığında bir Amerika... Aydındır, vaxtı içirməyək. İranın gücü Çində... İcazə verin, Nazım hipersonik raketlərdir ki, bunu deməli, nədir bu? İsrail müdafiə sistemləri qarşılana bilməlidir. İranın da əsas gücü, Sahib bəy, o xalqın iradəsindədir. Xalq, istehza eləmə, xahiş edirəm. Yəni bu xalq, İran xalqı öz dövlətini, öz xalqını, öz məmləkətini kişi kimi cəsarətlə, bu da Azərbaycanın 44 günlük müharibəsində olduğu kimi, bu da bənzəri olmayan bir hadisə oldu İranda. İranda bu müharibə başlayandan sonra bir nəfər də tərk eləməliyəm, əksinə xahişdə olan İranlılar gəldi İrana ki, mən ölkəmin və təmin bu da sizə əsas verdi ki, siz fikirləşirsiniz ki, heç zaman, icazə verin mən də, heç zaman İranda bizim cənublular öz müqəddəratları ilə bağlı, şimalla bütünləşmə ilə bağlı heç nə fikirləşə bilməz, çünki İranın... Mənim boyuma qoymayı, mən özür demirəm, qardaşım. İranda, Cənubi Azərbaycanda bizim soydaşlarımız dil uğrunda, hüquqlar, demokratik hüquqlar uğrunda və hətta ayrılıb ayrıca müstəqil bir dövlət qurma hüquqlarına hörmətlə yanaşıram, dəstəkləyirəm. Bunlara da demirəm ki, mümkün deyil. Mən indiki hadisələrdən danışdım, Sahib bəy. İcazə verin, başa düşdüm. Buyurun. Baxın, Birinci İkinci Dünya Müharibəsində bayaq misal çəkdim. Birinci Dünya Müharibəsində İran işğal olundu. Ortaya nə çıxdı? Səttarxan, Bağırxan hərəkatı. Ortaya Azərbaycan dövlət şuuru çıxdı. Arxasıca nə çıxdı? Xiyabanı hərəkatı, 21 Azər hərəkatı. Ortaya 8 aylıq bir dövlət çıxdı. Azərbaycan dilini dövlət dili elan edən. Amma durub təhlilçilərin deməsi ki, İranda ancaq Şiə və yaxud farsçılığa xitab edən
ona biət eləyən, onun təsiri altında qalan siz nəzərdə tutmuram. Təsirdə olan bir insanlar var və bunların milli şuuru yoxdur. Bu yanlışdır. İkinci Dünya müharibəsində, İkinci Dünya müharibəsini demədim. İkinci Dünya müharibəsində nə baş verdi? İkinci Dünya müharibəsində də yenə İranı işğal elədilər, İngiltərə, Rusiya. Ortaya nə çıxdı? Pişəvər hərəkatı. Yenə müstəqil Azərbaycan dövləti anlayışı. Yəni, İkinci Dünya müharibəsində bu anlayış diri oldu da, birdən-birə bizim cənubla İranşünaslarımız elan elədilər ki, bax, və Sovet ədəbiyyatı və Sovet tarixşünaslığı bizi yanlış yönləndirir. İranda tam başqa bir aura var. Trump da deyir ki, İran dağılmaz qədim sivilizasiyadır, lay-lay oturub. Onun müəllifi Farslardır. Farsda zaman-zaman 10 il qabaq İranda aksiyalar oldu. Nə dedi? Türkü xər, eşək türk. O həmişə deyiblər. Həmişə deyiblər, deməkdə də davam edirlər. İndi mən soruşuram. Azərbaycanda özünü milliyyətçi, demokrat, camiyyədə hesab eləyənlər. Necə olur ki, iki dünya müharibəsinin ikisində də milli şuurun çıxma potensialı yaranır hələ o zaman? Necə olur ki, açıq-aşkar Molla rejiminin bütün qanunsuzluqlarını, xaricdə olan Qasım Süleymanından tutmuş, rəhbərlikdə olan şəxslərin Amerikada olan varidatı, oradakı həyat tərzi ortada olan bu oyunu görə-görə İran cəmiyyəti, bizim cənublularımız o qədərmi, yəni, siyasi görüş baxımından məhdudlar. Sadəcə mən bizim cənublulara təşəkkür edirəm. Bəli, Birinci İkinci Dünya müharibəsindəki hərəkətlənmədə imperiyalar arası oyunda ki, Osmanlını parçalamaq üçün ari qurşağı yaratdılar. Dedilər ki, biz ari nəcib millətik, siz Hind-Avropa dillərinə məxsussuz, bizim qohumlarımızsınız, Almanlar, İngilislər, Fransızlar dedi. Yerdə qalan türklər və ərəblər barbardır. Ərəblər kərtəncələ yiyir, türklər də vəhşidir. 11-ci əsrdən gəliblər. Bütün Avropa tarixşünaslığı, elmi məqalələr, hünərin var, get, onu təkzib eləyən bir dənə fakt qoy. O dəqiqə rəyçilər çıxır ortaya, icazə vermirlər elmi jurnallarda. Elmdən oynamağına var, Qərbin tarixşünaslığı. Bax, Sahib bəy. Baxın, mən geçunlaşıram. Oxfordun, Amerika Tarix Cəmiyyətinin bütün jurnallarında ancaq Böyük Ermənistan, Böyük İran bu zonanı, bu yaylanı iki ari xalqa və elan edirlər ki, biz Yunanların əcdadımız Yunanlardır, biz Hind-Avropa xalqıyıq, amma türklərlə ərəblər barbardır. Biri Altay mənşəlidir, bir ərəblərdə kərtəncələ yiyəndir. Və gecə-gündüz Firdovsin nə vardı Şahnamədə? Ərəb sözlərini çıxartdı Şahnamədə. Niyə? Fars milliyyətçiliyini çıxarsın. Və Qərb həmən o institutlar, tarixlər vasitə. Çünki o mənbələr istinad edir. Sahib bəy. Bir də yekunlaşıram. Siyasətçilər ora istinad edir. 1441-ci ildə Cahanşahın erməni papazyan bir şey çap eləyir, sənət. Güya 1441-ci ildə deyir ki, Cahanşah fərman verir ki, kilsə Eçmədzizinə, yəni Ağ kilsəyə köçəndə Eçmədzinin kilsəsi köçürülməklə bağlı fərman verir. Götürürlər arxivdən, İngilis arxivindən o şeyi, köçürülmə sözünü bərpa sözü ilə əvəzləyir, çap edir, elmi məqaləni, kitabı. İstinad eləyən siyasətçi baxır, deyir, hə, da bu 1441-ci ildə, bir də, yox, 1441-ci ildə ermənilər Eçmədzində, sonra da Sovet tarixşünaslığı nə varır? Oradan Urartun qalıqlarını çıxardır. Məqsəd nədir? Erməniyə, İran, Farsa deyəsən ki, sən ari xalqsan, ətraf barbardır. Onda o insana nə verir? Mənəvi üstünlük, siyasi güc, hərbi güc və ətrafa döyüşdürür. Paşinyan onu anladı, ermənilərə dedi ki, özünüzü giz yerinə qoymayın. Dünyada isə 10 milyon erməni bitirə bilmirik. Ermənistanda 2 milyon bitirəmirik. Biz 2 milyon, 200 milyon, 300 milyon türkü necə dənizə tökəcəyik? Böyük Ermənistanı necə yaradacaq? Eyni şeydə Böyük İran oyunundadır. Nəyi yekunlaşırıq? Bu da oyundur.